Deməli, bu sualda deyir ki, x və y iki rəqəmli natural ədədlərdir. Natural ədədlərin girişə verilmişdir. Çıxışa bu ədəd verilib. Burada çıxışa bunun verilməsi üçün biz neynəməliyik? Deməli, diqqətlə baxırıq. Int x vurulsun 2-dir, yəni 2x-dir. Bu da x-dir. Yəni bu ikisinin cəmi isə bizə eləyəcək 3x bərabərdir 36, 36, 36. Buradan x bərabərdir. Bölsək bu qalacaq 12, 12, 12 şəklində bir ədəd. Və bir öncəkinə, bax, bura baxıram. Belə bir şey deyirəm. Və bu nə deməkdir? Deməli, x-i vurmuşuq, int y bölünsün 10, yəni ikinci rəqəminə. Deməli, onluqlar mərtəbəsindəki rəqəmi tapıram bu əməllə, yəni int y bölünsün 10. Bu nə deməkdir? Y ədədinin onluqlar mərtəbəsindəki rəqəm, çünki 10-a bölünməsindən alınan tam hissəsini götürürəm. Vuranda x-a bu ədədi almışıq. Bu da sətr tipində baxsaq, nəyin 3 dəfə təkrarlanmasıdır? 12, 12, 12-nin 3 dəfə təkrarlanmasıdır. Və aydın məsələdir ki, x-imiz də 2 rəqəmli ədəd olduğuna görə, əslində burada x 12-dir, bu şəkildə bir ədəddir. Y-imiz isə 3-dür ki, 3 dəfə, yəni buradakı y-dan int, yəni bunun nəticəsi də belə deyək, bunun nəticəsi 3-dür ki, 3-ü vuranda almışıq bunu. Yəni 3 rəqəmi ilə başlayan bir ədəddir. Bizdən nə istəyir? X və Y qiymətlərinin hasilinin ən böyük qiymətini müəyyən edin. Deməli, onluqlar mərtəbəsindəki rəqəm 3-dürsə, təklər mərtəbəsində ən çox 9 yaza bilərəm mən. Ki, bu ikisinin bir-birinin hasili ən böyük olsun. Onda 12 vurulsun 39-u hesablamaq lazımdır. 18, bir yadda. 1-i 9-a vurdum. 9, bir də yadda 10. Sonra 6, bu da 3. 8, 6, 4. Əgər hesablamada xətaya yol vermədiksə, cavabı olacaq bu.